Kendini sevdiklerinle savaşırken nefret ettiklerinle selam. Azərbaycanda artıq yaşlılar ölmür. Bu ölkədə gənclər qırılır. Gedin Bakının qəbristanlıqlarına, baş daşlarına baxın, doğum tarixlərini oxuyun. 1995, 1998, 2000. 30 yaşında infarkt olar. 25 yaşında beynə qan mı sızar? Həkimlər çıxıb deyir ki, səbəb energetik içkilərdir. Səbəb siqaretdir. Yalandır. Bizi axmaq yerinə qoymayın. O gəncin ürəyini dayandıran o energetik içki deyil. O ürəyi patladan ümidsizlikdir. Səhər oyanır borc. Axşam yatır kirayə dərdi. İş axtarır, tapşırığın varmı deyirlər. Evlənmək istəyir, cibində qəpik yoxdur. Siz bu gənclərə nəfəs almağa hava qoymadınız. Məmurun oğlu 30 yaşında Dubayda keyfdən ölür. Kasıbın oğlu 30 yaşında stresdən, fikir çəkməkdən ölür. Atasının yanında